Nəyə görə insanlar qəribə şeylərlə gəlirlər? Nəyə görə insanlar qəribə fətvalarla, qəribə şeylərlə gəlir? Nə deməkdir bu söz? Daha öncə heç kimin danışmadığı. Əhsən. Qəribə yəni bu. Heç vaxtı heç kimin görmədiyi, etmədiyi, bilmədiyi, başa düşmədiyi şeylə gəlib qəribəçilik yaradırlar. Qəribə şeylərlə gəlirlər, bu deməkdir, əhsən. Məsələn, elə bir əməldir, bunu illər boyu hamı belə edib. Nəyə görə insan qəribə şeylə gəlir? Yəni, indi bunun əksini edir. Qəribədir də bu. Baxırsan buna, deyirsən, qardaş, sən nə edirsən? Qəribədir axı bu. Sən hər dəfə bunu etmirsən, bunu eşitmirsən, indi bunu eşidirsən. O, hər dəfə qardaşlar deyirlər, deyirlər, qardaş, biz Abu Bakır məscidində biz illər boyu bunu görmüşük. İndi bunu qəribədir bu. Hər dəfə bunu görmüşük axı biz. İndi bu, nəyə görə bəzi insanlar qəribə şeylərlə gəlirlər? Səbəb. Ən böyük səbəblərdən biri, oxuduğu hədisi, hədis oxumur, oxuduğu hədisi zahirilərin mədrəsəsi ilə, fəhmi ilə, yolu ilə başa düşürlər. Yəni, oxuduğu hədisləri öz fəhmi, öz əqli ilə hədisin zahiri, mücərrəd zahiri, üzdən necədirsə, necə ilk oxuyanda ağla məna gəlirsə, elə başa düşüblər deyə qəribə fətvalarla gəliblər axı. Məsələn, hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayaq üstə su içmək olmaz, qadağan edir, yox. Bu gəlir ayaq üstündə dönər yeyir cəmaatın arasında, yemək yeyir, bilə-bilə görsədir, yeriyə yeyir. Sən saxlayıb soruşasan ki, qardaş, və sən ayaq üstündə su içmirsən, ayaq üstündə su içmirsən sən. Səndən soruşmuşam, demirsən ki, nəhy edib Allahın Rəsulu sallallahu aleyhi və səlləm. Deyir ki, o içməyə aiddir, yeməyə aid deyil. Fikir ver. Fikir ver. Suya deyib. Hədisdə nə deyib? Su içmə. Hədisdə deməyib ki, yemə. Yox, mən yeyirəm. Bu misaldır. Misaldır bu. Və belə onlarla, 50, yüzlərlə rəftar etdiyi hədislər var. Səbəb, qəribə şeylə gəlməsinə səbəb, hədisi oxuyur. Ümmətin fuqahaları, fuqahalarının başa düşdüyü kimi başa düşmür. Nəinki düşmür, onların başa düşməsini inkar edir, zahiri ilə getməyi təbliğ edir deyə bu kimi qəribə şeylərlə gəliblər. Hədisin məfhumunu, hədisin dilalətini, hədisin fiqhini, hədisin fəhmini, hədisin orada o qədər şeylər var ki, usul alimləri, usul fiqh alimləri, qardaş, usul fiqh, bunu deyəndə bəziləri altdan yuxarı baxır sənə. Bu bir alətdir, bu bir elmdir. Bu elmsiz, qardaş, vallahi deyirəm, bu elmlə Allahın, Rəsulunun kəlamını, muradını başa düşürsən. Sən bu elmi silib atsan, sən başa düşə bilməyəcəksən o Allahın muradını ayələrdə. Hansı amdır, hansı xasdır, hansı mutlaqdır, hansı muqeyyətdir, hansı bu şeylər hamısı usul fiqhdir. Bu usul fiqh elmi. Ayələri, Allahın kəlamını, muradını fəhm etmək üçün, başa düşmək üçün bir elmdir. Yazıb alimlər, tətbiq ediblər. Vallahi sahabələrdə yazılı, indi olan forması olmasa da usul fiqh onlarda olub, tətbiq ediblər onlar. Abu Bakr'da olub, Ömərdə olub, Osman'da olub. İndiki formada olmasa da əsli cins olaraq olub, istifadə ediblər. Tətbiqdə olub, əhsən. İndiki formada olmayıb, yəni. Peyğəmbər sallallahu aleyhi və səlləmə sözünü başa düşmək üçün bu elm, Bəhruz, bu elm. Bax, usul fiqh var, usul fiqh. Usul fiqhi yığışdırıb atsan, bunlar yığışdırıb atıblar. Nə usul fiqh? Usul fiqh deyəndə gülürsən, istehza edir sənə. Usul fiqh kitabına yığın atılmıyor, usul fiqh nədir? Bunu rədd ediblər deyə, qalıb nə zahiri? Zahirində də bu kimi şikəllərlə qarşılaşırlar insanlar və gələndə fətvalardan, qərib fətvalarla gəliblər indiyənə kimi.
Olmaz bu. Bax, evdir. Usul fiqh elmini başa salıram işini. Otaqdır. Otağı remont eləmək lazımdır. Təmir eləmək. Yox. Nə lazımdır? Kraska falan bu kimi, aboy. Misal üçün deyirəm də, qoyulub hamısı. Yerdədir. Girmirsən otağa. İndi o şeylərlə işləməyə bir şey lazımdır yoxsa yox? Əllə eləməyəcəksən ki. Misal deyirəm, yaxınlaşdırıram. Hə, ona nə lazımdır sənə? Alət. Hər şeyin öz aləti var. Alət. Alət olandan sonra girdim, vurdum, çıxdım. Otağı təmir elədim, çıxdım. Hərəsinin öz aləti var. İşləmək aləti. Bu alət işləmək üçündür. O əlimdə olan materiallar yoxdur. Onunla işləmək üçün alətdir bu. İndi nususu başa düşmək üçün usul fiqh alətdir. Alət elmidir. İlmul alə deyirlər buna alimlər. Alət elmidir. Sən də bunu sil at. Bunu sil at. Necə işləyəcəksən ki? Hə, necə işləmək əlində alət yoxdur deyə öz fəhminlə, zahirilər kimi başa düşəcəksən və nəticədə qərib fətvalarla gələcəksən vallahi. Gəliblər də. Özdə bilə-bilə görsədirlər özlərini. Bir neçə dəfə görmüşəm. Belə bu hava yaranıb ki, sanki usul fiqhlə məşğul olanda və başqa usullarda sanki bir batil bir şeylə məşğul olur. Belə Əhsən, vallahi, əhsən. İnsan o qədər subhanallah, bəzən nə edirlər? Qıraqdakılar arasında elə təəssürat deyirlər də, elə təəssürat yaradırlar ki, həqiqi hədis, fikir verin, həqiqi hədis oxumaq belə olur. Bizdəki kimi olur. Və bir-iki nəfəri elə şişirdirlər ki, öz aralarında, elə təəssürat yaradırlar ki, elə təqdim edirlər cəmaatı insanlar arasında ki, bunlar elm onlardadır. Filankəs hafizdir, filankəs Buxarın əzbər bilir, filankəs Muslim əzbər bilir. Nə gündə siz? Gelin bir dənə elm tələbələrindən, Mədinədə oxuyanlardan soruşun ki, hansı Buxarı Muslim əzbər bilir? Filankəs amma əzbər bilir. Özləri eləyiblər. Özləri qurdalayıblar. Özləri bunu yaradıblar insanlar arasında. Ki, sən böyüyəsən, o birisləri alçalsın. Gözdən salırlar özlərini, böyüdürlər. Əslində, boş şeydirlər yəni. Mənasız insanlardılar yəni. Yəni, sən alət elmi qaldısa, usul fiqh elmi, hədislər qaymaq, yağ kimi başa düşülür. Qardaş, nəsixi var, mənsuxu var. Vallahi, dilaləti var, məfhumu var. Qoymur heç birisi. Qoymur sənə heç birini. Qardaş, Buxari İbn Həcər şərh eləyib. 100-dən çox şərhi var. Bir kitabın 100-dən çox şərhi var. Nəyə lazımdır ki? Hə, Emil? Nəyə lazım o şərhlər? Zahiri aydındır. Hədis üzdədir. Buxari götür oxu da, sizi kimi. Ümmət sizi kimi eləməyib. 100-dən çox şərh nə deməkdir? 100-dən çox vallahi. Muslim həmçin olsun. O birisi şurrahlar, hədisi, qardaş İbn Abdülbar başa düşüb, hədis kitablarını şərh eləyib, Məlikin Muvattasını, kitablar yazıb. Sən heç kim sən deyən kimi başa düşməyib hədisi. Və özlərinin başa düşdüyü kimi əksini başa düşənləri qınayır səni. Ayıb olsun sənə deyir. Hədisin zahirini sən gördün, hədisin zahirini. Ümmətdə olan fuqaha, dərya, imamlar görmədilər, sən lazımsan bizə. Ona görə qəribə şeylərlə gəliblər indiyənə kimi. Ona görə. Və bu yaxşı yol deyil vallahi. O fəhim ki, yadda saxlayın bunu. Bunu bir çox imamlar deyiblər, İmam Əhmədlə valid olub, bir çox əyimmələrdə. O fəhim ki, qabaqlamayıb heç kimi. Rədd edirsən o fəhimi. Yəni, o fəhim ki, onu səndən qabaq deməyib, başa düşməyib heç kim elə, o lazım deyilsən, hə? Heç ki, müasir alimlərdən gedir söhbət. Mütəqaddim, o vaxtçılardan gedir söhbət, Emil. O vaxtçılara yad olan sonradan qəribə fəhim ola bilməz. Yəni, sən hədisin bunu, sən indi müasir başa düşə bilmərsən bunu. Onlar daha yaxın idi. Daha yaxın idi, əlbəttə. Görüblər, başa düşüblər, deyiblər, ölüblər. Sən dediyin kimi deməyiblər amma. Söhbət budur. Allah subhanahu və teala hər birimizi islah etsin.